İbrahim müəllim, usta və ya şirkət seçəndə ən çox nəyə diqqət etmək lazımdır tikinti üçün? Bax, bu da maraqlıdır. Çünki istər mənzil təmirində, istər hər hansı bir fərdi yaşayış evinin tikilməsində və ya qeyri-yaşayış sahəsinin təmirində, tikilməsində bir çox hallarda müştərilər haqlı olaraq narazılıqlar eləyirlər. Bu narazılıqların da səbəbi əsasən sizin qeyd elədiyiniz usta və ya firma seçərkən elədikləri səhvlərdir. Çünki bazar araşdırması eləmirlər, hər hansı tələsik qərarlardan narazılıqlar ortaya çıxır. Ona görə əgər siz evinizdə kiçik bir otaqda kiçik bir təmir aparacaqsınızsa, siz usta seçməyiniz daha uyğundur. Yox, əgər siz evinizdə əsaslı təmir aparacaqsınızsa, onda hər hansı bir peşəkar firmanı seçməyiniz daha yaxşıdır, məqsədə uyğundur. Və yenə deyirəm, həmin o firmanın gördüyü işlərdir. Ən azından firmanı seçərsən, bazar araşdırması eləyərkən, həmin o firmaların gördüyü işlərdir və yaxud əvvəlki müştərilərlə əlaqə saxlamaq icazə verirsə, yəni bunları təmin eləməyiniz daha məqsədə uyğundur ki, çünki ya yerində baxış keçirmək və s. Yəni belə deyək, tələsik qərar verib, hə, gəl müqavilə bağlayaq, işə başlayaq, məncə yanlış olar. Ona görə həm bazar araşdırması eləmək lazımdır, həmçinin də hansı ki müqavilə bağlayacaqları firmanın əvvəlki işlərinə, əvvəlki müştərilərinin razı və narazı hallarını ən azı öyrənsələr daha məqsədə uyğundur. Qaraqoyunlu İnşaat. İşinizi peşəkarlara həvalə edin. Ev təmiri və sıfırdan tikintisi ilə bağlı qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz.